keysəriyəmizdən görüntüləri sizlə paylaşırıq və niyə paylaşırıq? Çünki biz hər zaman doğuma agitasiya edirik, xəstələri, hamilələri yersiz yerə keysəriyyə keysəriyyə əməliyyatı seçməyinə çalışırıq yayındıraq. Bacardığımız qədər tədqiqliyə üstünlüyü verək, yəni göstəriş olmadan keysəriyyəyə getməyək. Amma bir də görürsünüz ki, elə çıxılmaz vəziyyətlər olur ki, o halda doğum əks göstəriş olur. Ananın və yaxud da ki, uşağın həyatı təhlükədə olduğu halda mütləq şəkildə keysəriyyə əməliyyatı seçimini etmiş olur. Və keysəriyyə əməliyyatından qorxan xanımlarımız. Çünki biz həmişə deyirik, doğum yaxşıdır, doğum belədir, doğumdan sonra ayaqsa dururuq filan. Və qızlarımızda hardasa keysəriyyəyə qorxu yaratmaq bəlkə də olur. Ona görə də bax, bu günlərim əməliyyatı spinal anesteziya ilə hamiləmiz yatmayıbdı, özü ayıqdır. Nəsə bir ağrı hiss elədiyi əməliyyatda. Heç bir ağrı hiss eləmirik. Bizlə rahat danışır və balası doğulubdur, balasını görür. İlk ağlamağını eşidir. Yəni, keysəriyyədə spinal anesteziyadan qorxan xanımlarımız düşünməyin ki, ağrı olacaq, düşünməyin ki, nəsə hiss eləyəcəksiniz, nəsə bir narahatçılığınız olacaq. Tam rahatçılıqla əməliyyatımızın artıq axırına yaxınlaşırıq və işimizi çıxartmışıq. Ona görə də düzdür, göstərişsiz keysəriyyəyə üstünlük verməyik, amma keysəriyyəyə gediriksə, əmin əllərdəsiz rahatçılıqla əməliyyatımıza gedə bilərik.